Salam, hər vaxtınız xeyir. Mən bugün sizə informatikanın əsas anlayışları haqqında məlumat verəcəm. Yəni mövzu 1-in izahını verəcəm. Onlayn və əyani formada dərslərə qoşulmaq üçün 051 681 17 46 nömrəsini WhatsApp-na yaza bilərsiniz. Və inşallah Allahın izni ilə imtahana kimi sıfırdan bütün mövzuları keçib bitirəcəyimiz və üstəgəl bir dəfə də üstündən keçib təkrar edəcəyimiz bir mövzunu ən az 4 test topusundan işləyib bitirəcəyimiz bir qrup yaradıram. Qoşulmaq istəyənlər qeyd etdiyim nömrəm WhatsApp-na yazıb qeydiyyatdan keçə bilərlər. Başlayaq mövzumuza. Əvvəlcə deyək ki, informatika, informasiya və avtomatika sözlərinin birləşməsindən yaranıb. Yəni avtomatikləşdirilmiş, kompüterləşdirilmiş belə deyək, informasiya deməkdir informatika. İnformasiyanın deməli bir neçə alınma üsulu var. Biz informasiyanı ən çox 90% vizual formada, yəni göz vasitəsilə alırıq. Bundan başqa audio, qoxu, taktil isə bizim toxunmaqla, dəri vasitəsilə aldığımız informasiyanın növüdür. İnformatikada 3 əsas anlayış var. Verilənlər, informasiya və bilik. Çox vaxt bunlar bir-birlərinin yerinə işlənirlər. Ancaq bunların hər ikisinin özünə xas mənası var. Verilənlər kodlaşdırılmış məlumatlardır. Verilənin mənası ola da bilər, olmaya da bilər. Bizim kompüterin ekranda gördüyümüz hər şey kompüter üçün veriləndir. Əgər biz kompüterin ekranda gördüyümüz şeyin mənasını anlayırıqsa, yəni oxuyub onu anlayırıqsa, bu artıq bizim üçün informasiyadır. Belə deyək, verilən kompüter üçündür, informasiya isə bizim üçündür, yəni bizim anladığımız hissədir. Misal üçün, bu ekranda gördüyünüz bütün yazılar hal-hazırda verilən də kompüter üçün. Amma mən həm də bu cümlələri oxuyub anlayıramsa, deməli artıq bu mənim üçün informasiyadır. Bilik isə mənim dərk etmə nəticəsində əldə etdiyim informasiyadır və hansı ki, mən həmin o informasiya nəticəsində bir qərar verirəm, qərar qəbul edə bilirəm. Misal üçün, mən tutaq ki, ekranda yazıram, bugün hava yağışlıdır. Klaviaturayla kompüterin ekrana daxil edim, bugün hava yağışlıdır. Sizin oxuduğunuz o sözlər, simvollar yığını kompüter üçün veriləndir. Siz o cümləni oxuyub anlayırsınız ki, bugün hava yağışlıdır, bu artıq sizin üçün informasiyadır. Və siz çölə çıxanda nə edirsiniz? Çətiri götürüb çıxırsınız. Sizin artıq o qərar verib çətiri götürməyiniz sizin biliyinizdir. Bu belə. Gələk informasiyanın xassətlərinə. İnformasiyanın obyektivliyi, tamlıq, dəqiqliyi, aktuallıq, qiymətlilik, adekvatlıq və s. xassələri var. Başlayaq obyektivlikdən. Nədir obyektivlik xassəsi? Yəni, subyektiv olmayan fikirdir. Heç kəsin fikrindən, mühakiməsindən asılı olmayan informasiya obyektiv informasiya hesab olunur. Məsəl üçün, gözəldir, qəşəngdir, istidir, soyuqdur kimi fikirlər, informasiyalar obyektiv hesab olunmur. Çünki mənə görə isti olan sənə görə soyuq ola bilər, mənə görə gözəl olan sənə görə çirkin ola bilər və s. və l. Yəni, subyektiv olmayan fikirlərdir. Tutaq ki, deyirəm, hava 17 dərəcədir. Artıq, əgər mənim termometrim düzgün işləyirsə, mən ölçmüşəm ki, hava 17 dərəcədir. Bu artıq obyektivdir. Yəni, sənə isti, mənə soyuq olmağından asılı olmayaraq, havanın 17 dərəcə olmağı konkretdir. Gələk tamlığa. İnformasiya ən əsas tam olmalıdır. Biz bir qərar qəbul edə bilmək üçün gərək o informasiya tam olsun. İnformasiyanın tamlığı qərar qəbul etmək üçün kifayət qədər lazım olan məlumatları özündə saxlamasıdır informasiyanın tamlığı. Dəqiqlik isə lazımi siqnalların vaxtında daha dəqiq qeyd olunmasıdır. Adekvatlıq xassəsi, deməli, obyektə həqiqətən uyğun olan informasiya adekvat sayılır. Yəni, hər hansı bir şeyin bir vəziyyətə və yaxud da ki, lazım olan tələblərə uyğun gəlməlidir. Etibarlılıq isə bir neçə mənbədən alınan informasiya üst-üstə düşürsə, bu informasiya etibarlı informasiyadır. Eyni zamanda dövlət qurumlarıdır, xüsusi təşkilatlardır və s. onların yaydığı informasiya da etibarlı informasiya hesab olunur və etibarlılığın pozulduğu bəzi hallar var. Qəsdən təhrif halında, səs-küy nəticəsində və yaxud da ki, obyektin qiymətinin şişirdilməsi, buna reklama, şayiələr və s. aid ola bilər. Faydalılıq isə informasiyanı alan insan üçün onun hər hansı bir işində həll rolu oynayırsa əgər, bu olur informasiyanın faydalılığı. Yəni, aldığımız informasiya hansısa məsələnin həllində bizə kömək olur. Aktuallıq informasiyanın cari zamana uyğunluğudur. Yəni, aktuallığın açar sözü cari zamandır. Və hal-hazırda informasiya işə yarayırsa, hələ də aktualdırsa, yəni hələ də, belə deyək, o informasiya qüvvədədirsə, deməli, aktualdır. Qiymətli isə informasiyanın həmin anda, bunun açar sözü həmin andadır, həmin anda verilən problemin həllində lazım olmasıdır.
Aydınlıq isə informasiyanı alan auditoriya üçün başa düşülən olmasıdır, anlaşılı olmasıdır. Aydınlığın yerinə bəzən anlaşılıqlı da yazırlar. Bu oldu informasiyanın xassələri. İndi keçək informasiyanın növlərinə. İnformasiyanın mətn formasında ədədi, audio, məntiqi, qrafiki, video və multimedia formasında növlərində belə deyək, təqdim edə bilərik, verə bilərik. Deməli, mətn yazılar, simvollar vasitəsilə, ədədlər, rəqəmlər vasitəsilə, audio, səsli formada informasiyanın ötürülməsi, məntiqi qiymətlər əsasında, qrafiki isə şəkil, cədvəl, sxem, video görüntülərlə, multimedia isə mətn, səs, şəkil, video qarışıq olan informasiya növüdür. Bunların içərisində mətn, ədədi, səs, qrafik və multimedia həm də ki, informasiyanın təqdim olunma üsullardır. Yəni, biz informasiyanı təqdim etmək lazım olduqda bu növlərdən istifadə edə bilərik. Gələk informasiyanın formalarına. İnformasiyanın iki forması var. Analoq və rəqəmsal. Analoq informasiya kəsilməz informasiyadır. Biz ətraf aləmdə eşitdiyimiz, canlı formada eşitdiyimiz, gözdən gördüyümüz, kitabdan oxuduğumuz informasiyalar analoq informasiyadır. Mənim qapının döyülməyini eşitməyim analoq informasiyadır. Amma mənim mahnıya qulaq asmağım telefondan, kompüterdən, hansısa bir saytdan nəsə oxumağım, şəkillər, səslər, yəni kompüterdən aldığımız görüntülər, səslər və s. bunlar isə rəqəmsal informasiyadır. Rəqəmsal informasiya diskret və yaxud da ki, kəsin informasiya deyilir. Məsələn, bizim sizlə üz-üzə canlı ünsiyyətimiz olsaydı əgər, bu analoq informasiya alış-veriş olardı. Yox, onlayn dərs olsun, telefon danışığı olsun, bunlar isə rəqəmsal informasiyaya aiddir. Həmin vaxt bir-birimizə ötürdüyümüz informasiya. Danışaq informasiya proseslərindən. İnformasiya prosesləri, əsas informasiya prosesləri bunlardır. İnformasiyanın toplanması, saxlanması, emalı və ötürülməsi. İnformasiyanın toplanması, informasiyanın qəbul edilməsidir. Toplanması, bir yerə yığılmasıdır. İnformasiyanın saxlanması isə informasiya daşıyıcılarında qorunub saxlanmasıdır. İnformasiya daşıyıcıları nələr ola bilər? Kitab, dəftər, flash kart, disklər və s. perfokartlar, maqnit lentlər və s. informasiya daşıyıcısı ola bilərlər. Amma məsələn, çanta informasiya daşıyıcısı deyil. Çünki biz ona informasiyanı qoymuruq. Ona informasiya daşıyıcısı olan məsələn kitabı qoyuruq. Yaxşımı? Testdə belə suallar var. İnformasiyanın emalı nədir? İnformasiyanın emalı informasiyanın məzmununu və yaxud da ki, təqdim olunma formasını, yəni onun ümumi görünüşünü dəyişdirilməsidir. Misal üçün, mən əgər informasiya axtarıramsa, kitablardan, saytlardan axtarıram, özüm üçün bir məzmun yaradıram, oradan təhlil edib məzmunu çıxardıram. Məsələn, misal, tənliyi həll etdikdə, mətnləri başqa dilə çevirdikdə, sonra tutaq ki, siyahını filtrlədikdə, çeşidlədikdə, müəyyən ardıcılıqla azdan çoxa, çoxdan aza, əlifba sırası ilə və əksinə düzdükdə, bu kimi proseslərin hamısı informasiyanın emalı prosesidir. Nədir informasiyanın ötürülməsi? İnformasiyanın ötürülməsi xüsusi kanallar vasitəsilə bir mənbədən digər mənbəyə ötürülməsidir, yayılmasıdır. Məsələn, qəzet, kitablar, radio, televiziya, bunlar, telefon xətləri, rabitə şəbəkələri, bunların hamısı kanallardır. İnformasiyanı biz kanallar vasitəsilə ötürürük. İnformasiyanın ötürülməsi üçün nə olmalıdır? İnformasiya mənbəyi, kodlaşdırıcı qurğu, rabitə kanalı, kodaçan, yəni dekodlaşdırıcı qurğu və informasiya qəbul edicisi. Tutaq ki, biz onlayn dərsdəyik, mən danışıram. Mən informasiya mənbəyiyəm. Mənim planşetim, kompüterim, telefonum hansı qurğu ilə dərs keçirəmsə, o mənim kodlaşdırıcı qurğumdur. O mənim səsimi kodlaşdırır. Rabitə kanalda tutaq ki, bizim internet şəbəkəmizdir. Rabitə kanalı vasitəsilə göndərir sizin telefonunuza, kompüter və ya planşetinizə. Sizin kompüteriniz isə burada artıq kodaçan, yəni dekodlaşdırıcı qurğu rolunu oynayır. Yəni mənim kodlaşaraq sizə gələn səsimi açır və siz onun telefonun və ya kompüterin kolonkası vasitəsilə eşidirsiniz və informasiyanı qəbul edirsiniz. Siz də burada olursunuz, informasiya qəbul edicisi. Bizdən informasiyanın həcmini soruşanda, deməli, ötürücünün ötürmə qabiliyyətini, yəni sürətini vururuq onun zamanına və informasiyanın həcmini tapırıq. Adi fizikadan da bildiyimiz S bərabərdir VT düsturu var. Elə həmin düsturdur demək olar ki. Gələk informasiyanın ölçü vahidlərinə. Əslində ölçü vahidləri çətin deyil. Sadəcə olaraq kiçikdən böyüyə doğru əzbər bilsəniz. Bir də ki, adi riyaziyyatda necə ki, metrdən santimetrə, santimetrdən metrə, kilometrə falan çeviririk. O qaydanı bilirsinizsə, bu sizin üçün çox rahat olacaq. Deməli, informasiyanın ölçü vahidləri, ən kiçik ölçü vahidi bitdir. Bəzən buna elementar ölçü vahidi deyilir testlərdə. Əsas ölçü vahidi isə baytdır.
Bu byte-ın qısaltması B-dir. Biti heç vaxt qısaltmırlar, bit olduğu kimi qalır. Yəni siz testlərdə görəndə ki, bu byte-ın qısaltmasıdır. Və 1 byte 8 bitə bərabərdir. Mən burada vermişəm byte-dan yetabayta kimi. Bizə ən əsas lazımdır demək olar ki, terabayta qədər. Deməli, burada nəyə diqqət edirsiniz? Birinci yadda saxlayırsınız necə sıralamanı. Byte, kilobayt, megabayt, gigabayt, terabayt və s. və axır. 1 byte 8 bitdir. Bu okey, bunu bildik. Hər bir byte-dan sonra üçün deyirəm bunu. Hər bir deməli vahid informasiya vahidi, ölçü vahidi. Özündən əvvəl gələn, yəni özündən kiçik olan vahidin 2/10 mislinə bərabərdir. Məsəl üçün mən 1 kilobaytın neçə byte olduğunu bilmək istəyirəmsə, axı byte kilobaytdan əvvəl gəlir. Deməli 210 byte-a bərabərdir. Mən 1 megabaytın neçə kilobayt olmağını bilmək istəyirəmsə, kilobaytı vururam 210-a, yəni 210 kilobayta bərabərdir. Dediyim kimi hər bir deməli ölçü vahidi özündən əvvəl gələn ölçü vahidinin 210 mislinə bərabərdir. Qalan, tutaq ki, 1 megabaytın neçə bayt olduğu və yaxud da ki, 1 gigabaytın neçə kilobaytın neçə bayt olduğu aid tənasüb qaydasından tapılır. Sonra keçək nəyə? Əgər mən hesabıma zamanı kiçik vahiddən böyük vahidə keçirirəmsə, onda bölmə qaydasından istifadə edirik. Necə ki, biz bilirik ki, 1 metr 100 santimetrdir. Mən desəm ki, 500 santimetr neçə metrdir? Siz necə tapacaqsınız? 500 santimetri 100 santimetrə böləcəksiniz. Deyəcəksiniz 5 metr. Deməli, biz kiçik ölçü vahidindən böyük ölçü vahidlərinə keçəndə bölürük, bölmə qaydasından gəlirik. Böyük vahiddən, yəni böyük ölçü vahidindən kiçik ölçü vahidinə keçəndə isə vuracağıq. Deyirəm ki, bəs 5 metr neçə santimetrdir? 1 metrin 100 santimetr olduğunu bilərək 5-i vurursunuz isə deyirsiniz ki, 500 santimetrdir. Bu qaydanın eyni məntiqdir. Sadəcə olaraq burada riyaziyyatdakı ölçü vahidləri yox, informasiyanın ölçü vahidlərindən gedir söhbət. Bir də burada rahat işləmək üçün sizə lazım olacaq ikinin qüvvətlərini əzbərləmək və ən əsas da informasiyanın kodlaşdırılması bölməsində məsələlərin həllində lazım olacaq. Ona görə 210-a kimi mütləq əzbərləyin. Bu qədər. Bu dərsdən əsas olanları qısa konkret izah eləməyə çalışdım. Ümid edirəm ki, aydın oldu. Əyani və onlayn dərslərə qoşulmaq üçün 051 681 1746 nömrəsinə yaza bilərsiniz. Eyni zamanda hələ ki gec deyil, hələ ki vaxt var. Çatdırmaq və hətta təkrar da eləmək şansımız var. Sürət qruplarına qoşulmaq üçün də qeyd olunan nömrə ilə əlaqə saxlamağınız kifayətdir. Hamınıza